Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, belə bir psixoloji xəstəliklərin birləşməsindən yaranan ümumi psixoparanormal hadisələr yaşanır. Bu da adətən bir xəstəliyin yox, sadəcə hadisələrin metaforizm formatında bir-birinin cəmləşməsi deməkdir. Bu da nə deməkdir? Məsələn, düşünürsən ki, hər hansı bir növ obsession olsun, yaxud bipolyar xəstəlik olsun, bunu sən hər hansı bir növ yaş müddətində, dönəmində, belə deyək, həmən aralıqlarda yaşamısan, keçirmisən, amma bu səndə paranormal hadisələr kimi yadda qalır. Məsələn, takıntı olaraq yaxud səni məcburi hərəkət edən davranışlar olaraq nəsə bir şey edən zaman, bu müddət ötdükdən sonra, keçdikdən sonra yenidən o hərəkətlərin bir-iki qismini edirsən. Məsələn, hər hansı bir növ otaqda kitab əşyaları sayırsan, telefon, qələm, paltar və s. yaxud çölə çıxırsan, saymadan, yaxud belə deyək, qazı işığı yoxlamadan, bu da adətən xəstəlik kimi, bir normal olaraq yox, anormal fazada. Daimi olaraq bunu edirsənsə, demək sən hələ bu xəstəlikdən qurtulmamışsın və paranormal formaya çevrilibdir. Bu da nə ilə bağlıdır, yaxud nədən qaynaqlanır? İnsanlar daimi olaraq hər hansı bir xəstəliyi tam olaraq həllini tapmırlar. O xəstəlikdən qaçmağa çox cəhd edirlər. İstər obsession olsun, takıntı halına gətirən məcburi ritual davranışlar, yaxud bipolyar pozuntu olsun, bunu bədəndən çıxartmağın ən net bir yolu həmin xəstəliyin üstünə getməlisən. Üstünə getdiyin təqdirdə, tutaq ki, takıntın var ki, sən çirklənməyə qarşı çirklisən, səhvsən, mənfi olaraq düşün, bir dəfə, iki dəfə artıq beyin son nəticə olaraq düşüncə ki, çirklisən və səni həmin əl yumağa getməyə səni məcbur edə bilməyəcək, əvvəl məcbur etdiyi kimi. O da boyun qaçıracaq. Hansı ki, indi sən boyun qaçırdığın kimi. Çalışın bu tipli xəstəliklərə daimi olaraq son mərhələdə xəstəliyin həllini tapın ki, sonraki yaxud tapın deyəndə nəticə olaraq bunu sizə başa saldıq ki, bu xəstəliklərin üstünə getməlisən. İstəyir bipolyar olsun, müsbət olaraq hobbilər edinməlisən. Yaxud olaraq bu xəstəliyin üstünə gedilmədiyi təqdirdə sən ondan qaçsan və ən son mərhələdə paranormal xəstəlik halına çevriləcək. Bir xəstəlik bitməmiş, onu yayındırmaq paranormal xəstəlik halına gətirir. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsi məlumat verə bilər.